Salam, hörmətli abituriyentlər. Mən bu videoda hədəf nəşrləri biologiya test toplusundan yosunlar, mamır kimilər, qıcılar, çılpaq toxumlar bölməsinin izahını vermək istəyirəm. Birinci sualda deyilir ki, xlamidamanadada proseslərin ardıcıllığını elə yazın ki, əlverişsiz şəraitdə gedənlərlə başlayıb, əlverişli şəraitdə gedənlərlə qurtarsın. Onu qeyd edeyim ki, xlamidamanadanın cinsi çoxalması əlverişsiz mühitdə gedir. Bu zaman cinsi hüceyrələr mitoz yolla bölünmə yolu ilə əmələ gəlir. Nə üçün? Çoxalması sudan asılı olan bitkilərin qametləri mitoz bölünmə yolu ilə əmələ gəlir. Əmələ gələn iki qamçılı qametlər cüt-cüt birləşir. 2 xromosom dəstinə malik zigot əmələ gəlir. Zigot isə əlverişsiz mühiti keçirdikdən sonra meyoz yolla bölünərək 4 hüceyrə əmələ gəlir ki, əmələ gələn hüceyrələrin hər birinin 2 qamçısı olur. Ardıcıllığı əlverişsiz mühitdən başlayaraq seçməyə başlayaq. Birinci, ana hüceyrənin mitoz yolla bölünməsi olur. Biri qeyd edə bilərik. Çünki yenə təkrar edirəm, cinsi hüceyrələr mitoz bölünmə nəticəsində əmələ gəlir. Sonra isə mayalanma prosesi gedir. 3-ü qeyd edə bilərik. Sonra zigotun qalın qılafla, yəni zigot əmələ gəlir və zigot qalın qılafla örtülür. 5-i qeyd edə bilirik. Sonra zigot əlverişsiz mühiti keçirdikdən sonra meyoz yolla bölünür. Yəni 2-ni qeyd edə bilərik. Əlverişsiz mühiti keçirdikdən sonra bölündükdə isə zoosporlar əmələ gəlir və suya tökülür. 4-ü yaza bilərik. 5, 2, 4, bəli. Sonra yeni yosunların əmələ gəlməsi, yəni 6-nı yaza bilərik. Bu ardıcıllığı yazdıqda doğru cavabımız olur D variantı. İkinci suala baxırıq. Sualda deyilir ki, Ulotrixdə gedən proseslərin ardıcıllığını elə yazın ki, əlverişsiz şəraitdə gedənlərlə başlayıb, əlverişli şəraitdə gedənlərlə bitsin. Eyni şəkildə xlamidamanadanın cinsi çoxalması kimi Ulotrixdə əlverişsiz mühitdə cinsi çoxalır və bu zaman əmələ gələn qametlər cüt-cüt birləşir, zigot əmələ gəlir. Zigot isə əlverişsiz mühiti keçirdikdən sonra meyoz yolla bölünür, 4 qamçısız hüceyrə əmələ gəlir və cinsi çoxalma zamanı Ulotrix öz başlanğıcını qamçısız hüceyrələrdən alır. Ardıcıllığa baxaq. Birinci, qametlərin əmələ gəlməsi, yəni 2-ni götürə bilirik. Qametlər əmələ gəldikdən sonra mayalanma prosesi gedir, yəni 5-i götürə bilərik. Mayalanmadan sonra zigotun əmələ gəlməsi və əlverişsiz mühiti keçirdikdən sonra zigotun bölünməsi baş verə bilər. 3-ü götürə bilirik. Zigotdan isə meyoz bölünmə nəticəsində qamçısız sporlar əmələ gəlir, yəni 1-i götürə bilirik. Qamçısız sporlardan sonra yeni sporların əmələ gəlməsi olur. Çünki öz başlanğıcını qamçısız spordan alır. 6-nı götürə bilirik. Sonra əlverişli mühitdə biz bilirik ki, Ulotrixdə qeyri-cinsi çoxalma prosesi gedə bilər ki, qeyri-cinsi çoxalma zamanı hüceyrələrdən zoosporlar əmələ gələ bilir ki, demək 4-ü qeyd edə bilərik. Bu ardıcıllığı yazdığımız zaman doğru cavab olur A variantı. Üçüncü suala baxırıq. Sualda deyilir ki, uyğunluğu müəyyən edin. Demək, birinci şəkil quş mamırının şəkili, ikinci Ulotrix, üçüncü isə xlamidamanadadır. Bir-bir qeyd eləyək. Demək, qapanmayan, rəngdaşları qapanmayan halqa şəklindədir. Mən bunu Ulotrix üçün yaza bilərəm. 2 üçün A yazırıq. Yetkin fərd mərhələsində qamçıları olur. Xlamidamanada üçün yaza bilərik, çünki onun qamçıları olur. Bütün hüceyrələrində xromatofor olmur. Ulotrix üçün yaza bilirik, çünki Ulotrixin bir hüceyrəsində nə nüvə, nə də ki xromatofor olmur, sadəcə olaraq yapışmağa xidmət edir. D-də deyir ki, fotosintezi xloroplastlarda baş verir. Bunu biz quş mamırı üçün yaza bilirik. Çünki bilirik ki, ibtidai bitkilərdə fotosintez edici hissəsi xromatofor deyil, xloroplast deyil, xromatofordur. Sonra Y-də yazırıq ki, bütün fərdləri ayaqçıqlı qutucuq əmələ gətirə bilmir. Biz bunu quş mamırı üçün yaza bilirik. Nə üçün? Çünki quş mamırı ayrı cinsiyyətlidir. Dişi fərdlərin üzərində qutucuq əmələ gəldiyi halda erkək fərdlərdə qutucuq əmələ gəlmir. Demək, doğru cavabımız 1 üçün D-yi, 2 üçün A-C, 3 üçün B-ni qeyd edə bilirik. Dördüncü suala baxırıq. Sualda deyilir ki, uyğunluğu müəyyən edin. Eyni burada 1 sfaqnum mamırı, 2 quş mamırı, 3 isə
demək erkək qıcının şəklidir. Baxaq, yarpaqları spor əmələ gətirə bilir. Erkək qıcının yarpaqları spor əmələ gətirə bilir. Burada yaza bilərik. Gamatofit nəsli 2 evlidir. Quş mamru 2 evlidir. Yəni bunun üçün yaza bilərik. Öz çəkisindən 4 dəfə çox su udur. Quş mamru öz çəkisindən 4 dəfə çox su uda bilər. Kökümsov gövdə əmələ gətirir. Biz bunu demək qıcılar üçün yaza bilirik. Y-də deyilir ki, bir fərdi üzərində bir neçə ayaqçıqlı qutucuq ola bilər. Bu sfagnon mamırıdır. Çünki o ayrı cinsiyyətli deyil, budaqlanan mamırdır və bir bitkinin üzərində bir neçə ayaqçıqlı qutucuq əmələ gələ bilər. Demək, 1 üçün Y, 2 üçün B, C, 3 üçün A, D. Bu da demək C variantına uyğun gəlir. 5-ci sualda deyilir ki, uyğunluğu müəyyən edin. 1. Xlamidamana adanı şəkili, 2. Quş mamırı, 3 isə Lotrix yosunudur. Qeyd eləyək, demək, bütün hüceyrələrində xromatofor olmur. Bu demək, Lotrix üçün yaza bilərik. Yenə təkrar eləyirəm, onun bir hüceyrəsi ancaq yapışmağa xidmət edir. Öz çəkisindən 4 dəfə çox sudur. Biz bunu quş mamırı üçün yaza bilərik. Öz çəkisindən 4 dəfə çox sudur. Rəng daşıyanı kasa şəkillidir. Biz bunu xlamidamanada üçün yaza bilərik. Fotosintezi xloroplastlarda baş verir. Xloroplastlarda baş verirsə bu quş mamırıdır. Çünki ibtidai bitkilərdə xromatoforda baş verir. Yetkin fərdi qamçılara malikdir. Biz bunu xlamidamanada üçün yaza bilərik. Demək, 1 üçün C, Y, 2 üçün B, D, 3 üçün A. Bu da D variantına uyğun gəlir.